Salam dostlar, hər vaxtınız xeyir, hörmətli Facebook, Instagramda, ya TikTokda, kim hardan izləyirsə. Bugün vacib gündür, Əqrəb mövsümü sevənlər üçün vacib gündür. Çünki bugün Əqrəb mövsümü 2 Dünya Bir Olsa da serialının 12-ci, sonuncu seriyasıdır. Hər birinizə mən, filmin rejissoru Emil Quliyev təşəkkürümüzü bildirmək istəyirik. Birinci təşəkkürlər yəqin ki tamaşaçılara gələcək. Tamaşaçılara ürək sözün varsa denən. Tamaşaçılara səbir diləyirəm. Ki, daha doğrusu səbirlərinə görə təşəkkür bildirmək istəyirəm ki, bu müddət ərzində bunlar dözdülər. Həqiqətən çətindir. Hər həftə seriya gözləmək çətindir. Xüsusilə sevilən serial olanda ondan da çətindir. Özüm də sizinlə bərabər hər həftə seriyanı gözləyirəm, baxıram. Və 12-ci seriyanı baxmışam. Siz baxmamısınız, mən baxmışam. Yaxşı. Daha maraqlıdır. Həqiqətən də yəni final seriya üçün mənə də gəlir ki, bütün daşlar oturur yerə. Kifayət qədər maraqlı səhnələr var. Bəli. Bütün heyətə də təşəkkür etmək istəyirəm, çəkiliş heyətimizə. Bizim daim çalışdığımız heyətimiz var. Kadr arxasında oturublar. Hal-hazırda onlar bizi çəkilir. Baxın, serialı çəkən oğlan Məhəmməd Osmanov, o hal-hazırda bu video müraciəti çəkir. Çox sağ ol gözəl əl işinə görə, çox sağ ol yaratdığın gözəlliyə görə. Belə. Hər həftə baxanlara mən də təşəkkürümü bildirirəm. Bəziləri həvəsdən düşüb bütün seriyaların bir yerə yığılmasını gözləyirdi. Bu müjdəni də biz sizə verdik ki, bugündən etibarən, indidən etibarən artıq başlaya bilərsiniz. Yəqin ki 2 gün ərzində bitirərsiniz, əgər dalbadal baxsaz təbii ki. Və bizə çox vacibdir ki, Emil, ümumiyyətlə yaxşı, pis fərq etməz, amma rəylərinizi serial barədə bildirəsiniz, serialla maksimum paylaşasınız ki, Azərbaycanda serial sənayesini bilməyənlər və yaxud inanmayanlar da baxsınlar, bir nəticə çıxarsınlar, ya bəyənsinlər, ya bəyənməsinlər, amma ən azından qiymətləndirsinlər. Çoxu gözləyirdi ki 12 seriya tam çıxsın, tövb baxsınlar. Bax, həmin o insanlara artıq yəni bu 12 seriya rahat internetdə var, oturub baxa bilərsiniz, rahat öz fikirlərinizi bildirin. Əgər bəyənsəniz də, bəyənməsəniz belə heç nə bildirməyə də bilərsiniz. Yox, neqativ fikir də bildirə bilərsiniz. Bu da normaldır. Tənqid edə bilərsiniz. Amma konstruktiv tənqid olsa sevinərik. Belə. Bəli, aktyorlara təşəkkürümüzü bildirmək istəyirik. 12 həftə ərzində paylaşımlarımız yalnız serialın özü ilə bağlı idi. Mən qeyd eləmək istəyirəm baş qəhrəman bacılara, yəni Şəlalə Şahbələt qızı və Həcər Ağayevaya böyük təşəkkür düşür. Sonsuz təşəkkür düşür. Gözəl performansa görə. Emin Mirabdullayevə də. Emin Mirabdullayev. Belə tamaşaçı geniş kütləyə tanış olmasa da Emin Mirabdullayev artıq neçəydi reklam sahəsində, kino sahəsində, həm də teatrda fəaliyyət göstərir. Amma yəni mən biləndə belə çox çəkilməyib kinolarda. Çox çəkilməyib. İndi bundan sonra geniş atanı oynayır. Yəni tamaşaçıya da tanış gəldi, artıq tanıdılar. Bu üçlüyə, bu trioya möhtəşəm performansa görə təşəkkürümüzü bildiririk. Həcər, Şəlalə, Emin, çox sağ olun. Arif Mövsümova və Rövşən Məmmədliyə təşəkkürümüzü bildiririk. Arif bizə Londondan baxır, 12-ci seriyanı həyəcanla o da gözləyir. Yəni mətin obrazı. Ülvi Həsənliyə təşəkkürümüzü bildiririk. Sağ olsun ki bizimlə idi. Fəridə Şahbazovaya, sonra kimlər, ya Mahir Dərvişə gözəl performansa görə sonuncu. Çox danışıldı. 10-cu 11-ci seriya. Çox yazdı. Rasəf Mehdiyev və Rövşən Kərimdux. Çox sağ olun. Siz sirli qaldınız sonuncu seriyalara kimi, amma son 10-cu 11-ci seriyada göstərdiyiniz performans demək olar ki, sizi yaddaşlara yazdı. Gözəl oyuna görə çox sağ olun. Balaca bizim aktyorlarımız da var da. Gənc, oğlan. Bəli. Onlara da təşəkkürümüzü bildiririk. Bağışlayın ki, sizə bu qədər əziyyət verdik. Dostlar, Əqrəb mövsümü franşizası cənab Quliyev davam edəcəkmi? Onu sən bilərsən. Çox sağ olun ki, bir daha bizimlə idiniz. Xoş seyirlər bugün axşam. Yeni mövsümdə görüşərik.